Azərbaycan Dövlət Sərhəd Məhdinin bütün şəxsiyyəti, bütöv Azərbaycan sərhədlərinin mühafizəsi üzrə Ali Baş Komandanımızın bütün tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirməyə hazırdır. Bütün sərhəd keçid məntəqələrimizdə qonaqlar üçün maksimum şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, əsassız rüşvət tələb edirlər onlardan, pul tələb edirlər, dilənçilik eləyirlər. Xalqımızı, dövlətimizi o keçidlərdə duran adamlar biabır eləyirlər. Və sərhəd keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməməlidir. Allah, Allah, Allah. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədən kənarda keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, belə nə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Allah, Allah, Allah. Və osturağın biraz doğulasınaz eləyin ki, biz özünüzü iyisi özünüzə təsir eləməsin də. Yəni, osturdunuz, bir də külək tərəfdə osturun.